Salam, xoş gördük hər birinizi. Bir gün Logos Lab'in, yəni bu platformanın 7-ci buraxılışına başlayırıq və bu platforma üzərindən bizim qeydə aldığımız 2026-cı ildə qeydə aldığımız ilk videodur. Ona görə də öncə 2026-cı ilin simvolik anlamı üzərində qısaca dayanmaq istəyirəm. 2026-cı il ənənəvi Çin astrologiyasına görə özündə iki elementin kombinasiyasını əks etdirir. Bunlardan biri od elementidir, digəri isə at simvolunu əks etdirir. Və nəticə etibarilə biz iki elementin və iki simvolun kombinasiyasına rast gəlmiş oluruq. Yəni odlu at və ya atəşli at, yəni belə bir simvolik ifadəni özündə əks etdirir. İngiliscəsində desək, bu fire horse kimi ifadə edilir və bəzən bu simvol qırmızı at, yəni red horse kimi də istifadə edilir. Deməli, biz 2026-cı ilin simvolik anlamını izləmək üçün əgər ənənəvi Çin astrologiyasına müraciət edəriksə, yəni bu siklin 60 ildən bir təkrarlanan nadir bir sikl olduğunun şahidi ola bilərik. Yəni sonuncu dəfə 1966-cı il, yəni bu simvol üzrə təqvimə daxil olmuşdur və növbəti dəfə bu 2086-cı ildə yenidən deməli atəşli at və ya odlu at simvolu üzrə təqvimdə özünü göstərəcək. Və bu sikl haqqında biz nə deyə bilərik? Əgər biz ənənəvi Çin astrologiyasına inansaq, yəni bu sikl yüksək dərəcədə təsir imkanlarına malik olan və tarixən dağıdıcı və ya transformativ hesab edilən bir sikldir. Yəni bu siklda olduqca mühüm hadisələrin baş verməsi ehtimalı yüksəkdir. İstər individual insan həyatında, istər qlobal sivilizasiya kontekstində və bu hadisələr iki istiqamətdən qiymətləndirilə bilər. Onlar ya dağıdıcı xarakter daşıya bilər, yəni deqradasiya səbəb ola bilər və yaxud onlar transformativ olaraq reqres, yəni inkişaf xarakterli bir, yəni progres xarakterli bir hadisələr kimi qiymətləndirilə bilər. Deməli, birinci halda biz onun ya tənəzzül, ya da tərəqqi tərəflərinə diqqət yetirə bilərik. Və bu simvolun məzmununu açmaq üçün biz ayrılıqda hər iki simvola diqqət yetirə bilərik. Yəni burada əsas aparıcı at simvoludur və at simvolunun özündə daşıdığı mənalar özləri də bir neçə qrup üzrə ümumiləşdirilə bilər. Birinci halda at simvolu bu hərəkəti, azadlığı, səyahət və genişlənməni özündə əks etdirə bilər. Yəni, ikinci kontekstdə at simvolu bu individualizm, xarizma və ictimaiyyətə açıqlıq kimi xarakterizə oluna bilər. Yəni, əgər biz bu iki simvolik anlamı ifadə edəriksə, yəni 2026-cı ildə, yəni atəşli at ilində və yaxud odlu at ilində səyahətlərin, yəni daha geniş bir çərçivədə aparıla bilən, məsələn, elmi tədqiqatların, proyektlərin, ictimai diskursların genişlənə bilməsi ehtimalını irəli sürə bilərik. Əgər biz üçüncü kontekstə keçid alarıqsa, yəni bu simvol özündə, yəni at simvolu özündə dəyişmə sürəti, yarış və risk almanı əks etdirir. Və bu kontekstdən biz keçid alsaq ikinci elementə, yəni od simvoluna keçid alsaq, od simvolunda biz bir neçə qrup üzrə ümumiləşdirə bilərik. Birinci qrup, yəni bu özündə ehtiras, diqqəti cəlb etmə və ideoloji cəhətdən intensivliyi ifadə edə bilər. İkinci kontekstdə od simvolu innovasiya və ilham mənbəyi kimi çıxış edə bilər. Üçüncü kontekstdə isə od simvolu ilə biz liderlik enerjisi və dramatik ifadə anlamlarını göstərə bilərik. Və bizim üçün əslində maraqlı olan, yəni ayrı-ayrılıqda, yəni at simvolu və od simvolu deyildir. Yəni bunların kombinasiyasıdır.
Əgər biz hər iki simvolun kombinasiyasından, birləşməsindən çıxış etsək, yəni odlu at simvoluna keçid almış olarıqsa, burada əsas olaraq hərəkətlilik, ambisiya və qarşıdurma vurğulanmış olacaq. Və beləliklə 2026-cı il haqqında ehtimallar, gözləntilər nədən ibarət ola bilər? Yəni 2026-cı il özünün simvolik məzmununa uyğun olaraq, yəni individual planda bu müstəqillik və özünü təyin etmə bacarığının qabarıq şəkildə üzə çıxması, durğun vəziyyətlərdən çıxa bilmə imkanlarının genişlənməsi və bir qədər əvvəl qeyd etdiyimiz kimi səyahət və intellektual müstəvidə yeni hədəflərə doğru uğurla istiqamətlənməni özündə əks etdirə bilər. Yəni gözləntilər bundan ibarətdir. Amma bütün bunların fonunda, yəni bu əgər proqressiv bir tərəflərdirsə, yəni bunun bir əks tərəfi də var, yəni bunun bir neqativ tərəfləri də olmamış deyildir. Yəni bu aspektdən biz çıxış edəriksə, yəni 2026-cı ilin simvolik anlamı, yəni odlu at simvolu insan həyatında müəyyən əsəbilik və münaqişələr, həddindən artıq özünə inam, səbirsizlik və dinləmə çətinliyi ilə də xarakterizə oluna bilər. Və burada balansın qorunub saxlanması üçün vacib olan, yəni individual insan həyatında vacib olan diqqət və intizamdır. Diqqət və intizam, yəni 2026-cı ilin həm müsbət, həm mənfi tərəflərinin balanslaşdırılması üçün mühüm olan elementlər, mühüm olan keyfiyyətlər kimi diqqəti cəlb eləyə bilər. Əgər biz universal sivilizasiya keçid ala biləriksə, yəni qlobal sivilizasiyada 2026-cı ildən olan gözləntilər bu sürətli texnoloji proqres və sosial transformasiyalardır. Digər tərəfdən bu kəskin ideoloji qütbləşməyə qarşı olan güclü meylin yaranmasıdır. Və daha sonrakı kontekstdə biz dünyanın müxtəlif nöqtələrində baş verə biləcək siyasi ixtişaşların və ya qətiyyətli siyasi qərarların, kütləvi hərəkat və etirazların, qeyri-stabilliklə müşahidə olunacaq müəyyən hərəkətlənmələrin şahidi ola bilərik. Və bu neqativ təsirlərin də azaldılması üçün, yəni bir qlobal müstəvidə strateji təmkinliyin vacib rol oynaya bilməsini xüsusi olaraq vurğulaya bilərik. Təbii bu ənənəvi Çin astrologiyasından, yəni 2026-cı il üçün bizə verilmiş olan, yəni simvolik anlamlardır, simvolik məzmunlardır və biz bu aspektdən çıxış edəriksə, məncə hər bir insanın individual həyatında mühüm olan yeni bir planların, yeni bir istiqamətlərin meydana çıxmasıdır. Məsələn, biz bu aspektdən çıxış edəriksə, məsələn, məncə fəlsəfə kontekstində bizim diqqət ayıra biləcəyimiz bir istiqamət bu analitik fəlsəfə, analitik din fəlsəfəsi ola bilər. Yəni Azərbaycan kontekstində analitik din fəlsəfəsi o qədər də populyar deyildir və xüsusi olaraq bu sahədə məşğul olan tədqiqatçılara demək olar ki, rast gəlmək mümkün deyildir. Düzdür, ayrı-ayrı tərəfləri tədqiq edilir, amma bütövlükdə analitik din fəlsəfəsi üzrə mütəxəssislərin sayı çox deyildir. Məsələn, burada bizim üçün maraqlı olan məsələ, yəni analitik din fəlsəfəsi nədir? Yəni bu olduqca geniş bir sahədir, amma biz ümumiləşdirmə apararıqsa, analitik din fəlsəfəsi özündə iki fəlsəfi istiqamətin kombinasiyasını əks etdirir. Bunlardan biri analitik fəlsəfədir, digəri isə din fəlsəfəsidir. Və sual verilə bilər, yəni nə ehtiyac var? Yəni əgər analitik fəlsəfə vardırsa, onda analitik din fəlsəfəsinin əhəmiyyətini biz necə qiymətləndirə bilərik? Məncə analitik fəlsəfə, yəni bu həqiqətə çatmaq üçün istifadəsi zəruri olan bir vasitədir və ya çərçivədir. Yəni bu olduqca mühümdür. Burada xüsusilə biz məntiqin rolunu qabarda bilərik, məntiqi arqumentasiyaların, əsaslandırmaların funksiyasını ön plana çəkə bilərik. Amma həqiqətin özü analitik fəlsəfədə deyil.
Yəni daha çox fəlsəfənin müxtəlif sahələrindəki tətbiqlərində, yəni analitik fəlsəfənin tətbiqlərində ehtiva oluna bilər. Məsələn, biz analitik din fəlsəfəsini məhz analitik fəlsəfənin belə bir tətbiq sahələrindən biri kimi qəbul edə bilərik və bu aspektdən çıxış edərək, yəni həqiqəti biz analitik din fəlsəfəsində axtara bilərik. Və ya həqiqəti əldə etmək üçün biz din fəlsəfəsini analitik fəlsəfə kontekstində yenidən qiymətləndirə bilərik. Yəni təbii bu olduqca geniş bir sahədir. Yəni burada analitik xristian fəlsəfəsi, analitik İslam fəlsəfəsi, analitik Buddizm fəlsəfəsi, yəni olduqca geniş bir spektri əhatə edən məsələlərdir. Amma ümumi kontekstdə bu analitik fəlsəfənin din fəlsəfəsi kontekstində olan tətbiqi kimi qiymətləndirilə bilər. Məsələn, analitik fəlsəfənin digər bir tətbiq sahəsi kimi biz koqnitiv elm fəlsəfəsini qəbul edə bilərik və ya süni intellekt fəlsəfəsindən danışa bilərik və həm də biz qeyd edə bilərik ki, ola bilsin ki, həqiqətə qismən nail olmaq üçün biz analitik fəlsəfənin müxtəlif tətbiq sahələri, məsələn, analitik din fəlsəfəsi ilə koqnitiv elm fəlsəfəsi və süni intellekt fəlsəfəsi arasında bağlantılar qura, yəni bunların birindən digərinə keçidlər eləyə bilərik. Və biz niyə həqiqətə qismən nail olmaq qeyd etdik? Yəni ümumiyyətlə fəlsəfənin başlanğıcdan etibarən əsas ideyası bundan ibarətdir ki, mütləq həqiqətə çatmaq mümkün deyildir. Yəni insan yalnız və yalnız qismən həqiqətə çata bilər. Yəni bir insan zəkası və yaxud bir insan beyni həqiqətə tam çatmaq, həqiqəti tam dərk etmək üçün əlverişli deyildir. Yəni potensial baxımdan buna qadir deyildir. Beləliklə, bu günləri müzakirə etmək istədiyim digər məsələ, yəni bu din fəlsəfəsindən bəhs etmişkən, yəni bu günləri müzakirə etmək istədiyim digər məsələ elə xristian din fəlsəfəsindən, yəni orta əsrlər xristian din fəlsəfəsindən bu müqəddəs Avqustinin fəlsəfəsinə diqqət yetirməkdir. Yəni bu olduqca geniş bir tədqiqatın sahəsidir. Yəni bu xristian fəlsəfəsində əsas mərkəzi yer tutan filosoflardan biridir. Ona görə də müqəddəs Avqustinin metafizik tərəfdən araşdırılması və yaxud tarix fəlsəfəsinin qiymətləndirilməsi, yəni bu xüsusi bir müzakirə predmetləri ola bilər. Sadəcə bu günləri ümumi olaraq, yəni bu din fəlsəfəsi haqqında bəzi məqamları qeyd etmək istəyirəm. Beləliklə başlayaq biz müqəddəs Avqustinin din fəlsəfəsi. Deməli dini şüurun inkişafının son nöqtəsini anlamaq üçün, yəni biz qərbdə xristianlığın və fəlsəfənin inkişafına güclü təsir göstərmiş müqəddəs Avqustinin din fəlsəfəsinə müraciət edə bilərik. Əgər biz tarixi aspektdən çıxış edəriksə, müqəddəs Avqustin, yəni bu 4-cü və 5-ci əsrlərdə yaşamışdır. 354-cü ildə dünyaya gəlmiş və 430-cu ildə dünyasını dəyişmişdir. Beləliklə, kilsə tərəfindən hələ sağlığında müqəddəs elan edilmişdir. Yəni adı da müqəddəs Avqustin olaraq qeyd olunur. Eləcə də xristian təlimini sistemləşdirib inkişaf etdirilməsi sahəsində olan böyük xidmətlərinə görə kilsə doktoru adını almışdır. Yəni yeri gəlmişkən doktor sözü latıncadan tərcümədə müəllim deməkdir və katolik kilsəsi tərəfindən cəmi 36 nəfər belə yüksək ada layiq görülüb. Və bunlardan biri də müqəddəs Avqustindir və onun doktor adına layiq görülməsinin özü, yəni kilsə doktoru adına layiq görülməsinin özü, yəni Avqustinin filosofdan daha çox teoloq kimi də qiymətləndirilməsinə əsas verir. Amma fəlsəfə tarixində o həm filosof, həm teoloq kimi qəbul edildiyinə görə, yəni biz burada onun fəlsəfi ideyalarının, fəlsəfi fikirlərinin analizinə diqqət yetiririk və onun fəlsəfi kontekstdə yazmış olduğu 3 ən mühüm əsərindən biri, yəni bu Tanrının şəhəri əsəridir və bu Tanrının şəhəri əsəri, yəni bəzi yanaşmalara görə bu
tarix fəlsəfəsinin yaranmasına başlanğıc verən bir əsərdir. Yəni tarix fəlsəfəsi öz başlanğıcını Avqustinin Tanrının şəhəri əsərindən götürür. Təbii bu bir yanaşmadır. Məsələn, digər bir yanaşmaya görə tarix fəlsəfəsinin banisi bu Xəldundur, İbn Xəldundur. Orta əsrlər müsəlman filosofu. Və mən də əgər mənim fikrimlə maraqlansanız, mən də tarix fəlsəfəsinin banisi olaraq İbn Xəldunu qəbul edirəm. Yəni bu sonrakı müzakirələrimizin mövzusu ola bilər, amma diqqətimizi dağıtmamaq üçün biz Müqəddəs Avqustinin yalnız bir əsər üzərində, yəni Tanrının şəhəri əsəri üzərindən çıxış edərək din fəlsəfəsi haqqında müəyyən bir təsəvvür formalaşdırmağa çalışaq. Beləliklə, tarixin şəhəri, yəni bu xristianlıq üçün mühüm olan tarixi hadisəyə, yəni qədim Roma imperiyasının paytaxtı olan əzəmətli Roma şəhərinin 410-cu ildə Qot tayfaları tərəfindən ələ keçirilib darmadağın edilməsinə, əhalisinin kütləvi surətdə qətl edilməsinə, müxtəlif surətdə zorakılıqlara məruz qalmasına həsr olunur. Yəni bu hadisə təbii ki, həmin dövrdə Romalıların şüurunda haradasa bir şok effekti yaratmışdı. Və bir çox Romalılar, yəni qədim Roma tanrılarının onlardan qisas almasının nəticəsi olaraq belə bir fəlakətlə üzləşməsi qənaətinə gəlib çıxmışdılar. Belə ki, 313-cü ildə Roma imperatoru Konstantin əmr imzalayaraq Roma imperiyasında xristianlığın təqib olunmasını aradan qaldırır və cəmiyyətdə tədricən kilsənin nüfuzu yüksəlməyə başlayır və qədim Roma tanrılarına olan ibadətdən imtina edilərək xristianlığın qəbul edilməsi sürətlənir. Və əslində ilahi qüvvəyə olan inamdan və edilən ibadətdən imtina etməyə görə insanların həmin ilahi qüvvə tərəfindən cəzalandırılması düşüncəsi, yəni bu xristian təfəkkürünün məhsulu deyildir. Yəni bu bütpərəstliyin, yəni xristianlıqdan əvvəl olan inam sisteminin yaratmış olduğu bir təfəkkür tərzidir. Və bu yalnız sonralar xristianlığa və İslamın özünə keçərək müxtəlif şəkil dəyişmələri ilə müasir dövrdə də mövcuddur. Amma əslində əgər biz desək, yəni biz ilahi qüvvəyə inam bəsləmirik, yəni ibadətlərdən yayınmışıq, yəni dini kontekstdə günahlar işlətməyə başlayırıq və bunun nəticəsi olaraq ilahi qüvvə, məsələn Tanrı əgər bəşəriyyəti cəzalandırmaq fikrinə düşmüşdürsə, yəni belə bir təfəkkür tərzinin formalaşması bu hələ xristianlıqdan əvvəl və təbii İslamdan əvvəl də mövcud idi. Amma Müqəddəs Avqustin, yəni adı qeyd edilən əsərində bu məsələyə rasional yanaşır, yəni konkret siyasi, sosial, iqtisadi və hərbi səbəblər kontekstində Roma şəhərinin işğal faktını arqumentlərlə izah edir və bunun əslində, yəni qədim Roma tanrılarının qisas alması ilə heç bir əlaqəsinin olmadığını göstərir. Amma maraqlı məqam həmin işğalın gedişatında özünə yer alan bəzi zorakılıq faktlarının əks arqument kimi xristianlığın özünə qarşı istifadəsi və Avqustinin də bir teoloq olaraq istənilən mümkün vasitə ilə xristianlığı müdafiə etmək istəməsi zamanı müşahidə edilir. Belə ki, Qot tayfaları tərəfindən Romanın işğalı zamanı Romada yerləşən dini məkanlarda, kilsələrdə yaşayan və özlərinə əbədi olaraq Tanrıya olan ibadətə həsr edən və bu məqsədlə hər cür seksual xarakterli davranış aktlarından imtina edən bakirə kilsə xadimələrinin Qotlar tərəfindən kütləvi surətdə cinsi zorakılığa məruz qalması faktı tarixdə özünə yer alır və bundan əks arqument kimi istifadə edərək xristianlıqda hər şeyə qadir, hər şeyi bilən və bütün insanlar üçün mərhəmətli olan Tanrının şübhə altına qoyulmasında istifadə edilir. Təqribən belə bir əks arqument qurulur. Yəni hər şeyə qadir olan və hər şeyi bilən Tanrı özlərini tamamilə ona ibadətə həsr etmiş bakirə kilsə xadimələrinin
cinsi zorakılığa məruz qalmasına necə yol verə bilərdi? Yəni biz məntiq müstəvisində bunu necə izah edə bilərik? Və Avqustinin cavabı isə xristian təlimini müdafiə etmək və onu hər cür tənqiddən qorumaq üçün, yəni din fəlsəfəsində tipik ola biləcək, yəni tez-tez müşahidə edilən irrasional bir yanaşma üzərindən qurulur. Belə ki, onun yanaşmasına görə bu zorakılıq faktı həmin kilsə xadimələrinin əksəriyyətinin öz bakirəliyini qoruyub saxlaması səbəbindən həddindən artıq qürurlanması, eləcə də özlərini müqəddəs və daha mükəmməl əxlaqa sahib hesab eləyərək adi insanlardan fərqlənməsi səbəbindən böyük günah işlətməsi, Tanrının isə məhz bu günahlara görə onları cəzalandırması kimi şərh oluna bilər. Yəni biz əgər belə bir interpretasiyadan çıxış etsək, onda əslində biz hər şeyi bilən, hamı üçün mərhəmətli olan, hər şeyə qadir olan Tanrı ideyasını şübhə altına qoya bilmərik. Və fikirlərini davam etdirərək belə bir şəkildə arqumentləşdirmə aparır ki, yəni əksəriyyəti günahkarlardan ibarət olan həmin kilsə xadimələrinin arasında qəddar seksual zorakılıqların qurbanı olmuş azsaylı günahsız xadimələr isə çəkdikləri vəziyyətə görə öz mükafatlarını o biri dünyada mütləq alacaqlar. Amma bir şərtlə ki, cinsi zorakılıq zamanı həmin xadimələr heç bir seksual zövq almamış olsunlar, əks halda onlar da digərləri kimi günah etmiş hesab olunacaqlar. Yəni təbii bu yalnız deməli xristian din fəlsəfəsində düzdür, bu olduqca mühüm bir filosof hesab edilir, amma onun yalnız bir fəlsəfi sistemdir və həmin fəlsəfi sistemin də yalnız bir aspekti, yəni bu tarix fəlsəfəsi kontekstində qələmə alınmış olan bir əsərin yalnız bir hissəsinin interpretasiyasıdır. Yəni indi müzakirə etdiyimiz məsələ üzərindən bütövlükdə xristian din fəlsəfəsi və ümumiyyətlə din fəlsəfəsi haqqında ümumiləşdirilmiş bir nəticə çıxarmaq məntiqi cəhətdən qüsurludur. Amma istənilən halda əgər biz din fəlsəfəsini analitik müstəvidə analiz ediriksə, onun həm rasional tərəflərini görə biləcəyik, necə ki biz Roma şəhərinin süqut etməsinin konkret siyasi, sosial, iqtisadi, hərbi səbəblər kontekstində izah edilməsinə şahid olduq, amma həm də irrasional tərəflərinə şahidlik eləyə bilirik. Yəni istənilən şərtlər altında, yəni dində doqma, ehkam hesab edilən ideyaların müdafiə edilməsi. Yəni necə ki hər şeyə qadir olan Tanrı, hər şeyi bilən Tanrı, hamı üçün mərhəmətli olan Tanrı, məsələn, öz həyatını onlara olan ibadətə həsr etmiş olan insanların zorakılığa məruz qalmasına yol verə bilmişdir. Yəni istənilən şərtlər altında bu ideyanın müdafiə edilməsi cəhdlərini də biz burada müşahidə edə bildik. Beləliklə, bu gün də müzakirə etmək istədiyim məsələlər bunlardan ibarətdir. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Növbəti müzakirəmizdə biz artıq universal tarixdə ilk monoteist din hesab edilən etanizm haqqında müəyyən fikirlərimizi davam etdirəcəyik. Hələlik.